Güvenirim Allah ile şeytandan müracaat etmişler. Bismillahirrahmanirrahim. Salam olsun üzerinde İbrahim oğullarının, Adem oğullarının ve bir de o keslerin ki bizi izleyirler. Allah'ın salam ve salavatı olsun üzerinize. İnşallah dünenlerime Zekeriya suresinin 245. ayesini tamamladım. İndi ise Allah'ın kömeliyle 246'dan qiraət edeceğim. Əlbəttə ki, duaları edəndən sonra ondan ötürü ki, Allah'a dua edək ki, elmimizi artırsın. Deməli, Allah ile şeytandan müracaat etmişdən Bismillahirrahmanirrahim. Rəbbimiz olan ilahi varlıq, sənin razılığı, sənin rizabı qazanmaqdan ötürü başlayırıq mübarək Quranın sevməsinin qiraətinə. Bərəkətli et və qəbul et bizdən niyyətimizi, elmimizi artır. Vasitə axtarıq üzərinə səni özümüzü arxa vəkil bilib sənə təvəkkül etməyə. Dillərimizi sənin zikrin və şükrin əvan etkinə. At qəlbimiz o şeyləri ki, ahirətin günündə bizlərə nicat verər cəhənnəm əzabına. Bağışla bizləri, rəhm et, sən rəhm edənlərlə yaxşısın. Qəlblərimizdən kini, küdürəti, paxıllığı, təkəbbürlüyü, sənin xoşuna gəlməyən pis, naqis sifətləri silib atmaqda bizlərə yardım et. Nəfsimizi, ruhumuzu, canımızı ağlımıza tabi etməkdə bizlərə yardım et. Və ən gözəl ruzu neymət olan sənin yolunda ölümə, şəhadətə yetişməkdə bizlərə yardım et Allah. Bir daha sənin adınla Bismillahirrahmanirrahim. Məndən əvvəl Allah Resulü Süleyman Aleyhisselam çıxış edirdi və orada bir türk fikirlərini yazmışdı, narazılığını bildirirdi. Əgər türk məni eşidirsə, mən ona müraciət etmək istəyərdim ki, ay qardaş, sən yaxşı olardı ki, Quran oxunan zaman onu dinləyəsən, sakit durasan ki, Allah da deyir ki, ola ki, sizə rəhm oluna. Ona görə də Allahdan xəbər verənə Allah deyir ki, sülh əmnəmanlıq diləyin. Bu yaxınlarda Türkiye'de o hadiseler baş verdi. Özünüze Müslüman değilsiniz. Allah'tan uzaklaşmışsınız ki Allah size o tür əzab gönderir. Xəbərdarlıq elədi yenə də. Ki, qorxun Allah'tan. Oturmuşsan orada, Azərbaycanda Allah'tan xəbər verənə ilişirsən, irad tutursan. Xoşun gəlmir, baxma yenə. Səni kim məcbur edir ki, gəlib oturasan, baxasan ona. Eğer Allah seni rast getiripse bizimle, bu kardeşlerle rast getiripse, deməli Allah sənə deyir ki, səni hidayət eləmək istəyir. Sənin üzərində minnət qoyub Allah. Yoxsa ki, ağzına gələn orada yazgı danışgı nə? Biz yoxuq, Allah sənin yanındadır orada. Bir daha sənin Bismillahirrahmanirrahim. Görmədin mi tərəfinə böyüklərinin İsrail oğullarından Musa'nın ardından? Onda dedilər Nəbi üçün onlara, qaldır bizim üçün məlik qətl edək yolunda Allah'ın. Dedi, ola bilsin, əgər yazılsa qətl üzərinizə, qətl etməyəsiniz. Dedilər, nə üçün qətl etməyək yolunda Allah'ın? Əlbəttə xaric olduq diyarlarımızdan və oğullarımızdan. Amma elə ki yazıldı üzərinə onların qətl, üst çevirdilər. Ancaq azı onlardan və Allah alimdir zalimlər ilə. Bu Quran hər bir dövrə, hər bir zamanıya aiddir, hər bir əsrə aiddir. Bu hadisələrlə Allah Teala bizlərə bildirir ki, sabah siz də onlar kimi olmayasınız. Yani bu Musa Aleyhisselam'ın dövründe olan insanlar kimi olmayın. Bu Allah'ın tövsiyesidir, rəhmətidir ki bize bu hadiseleri danışır. Allah Teala bizleri cehennem için yaratmalı olsaydı, təkcə cehennem için. Bəs onda da bize Kur'an'ı niçin nazil edirdi? Kur'an'ı ondan ötürü bize nazil edib ki, biz Allah'ın rızasını kazanaq,
və axirətin günündə Allahın yaradacağı bağlarda, yəni cənnətlərdə əyləşək üz-üzə qardaşlar. Allah özü buyurur ki, Allahın verdiyi ruzilərdən orada dadar. Allah istəməsəydi bunu, hələ göndərməzdi də bu Quranı. Axı Allah bugün bizləri istəyir, özü də çox istəyir. Ondan ötürü ki, bu Quranı bizə nazil edib, öz hidayətini göndərib, öz rəhmətini, bərəkətini göndərib. Ona görə də biz Allahın bu Quranından möhkəm yapışmalıyıq. Nə qədər bəşəriyyətdə, nə qədər insan varsa, yer kürəsində nə qədər insan varsa, Allah buyurur ki, yapışın Allahın ipindən cəmiyyən firqələrə bölünməyin. Bax, bu Allahın ipidir Quran. Bütün dünya o ipdən yapışıb sallansa, o ip qırılan deyil. O ip çürük deyil, o ip köhnəlməyən bir ipdir. Həmişə bahardır. O daima insanlara yol göstərən çıraqdır, nurdur. Ona görə də bunu keçmişə aid etmək olmaz, ay müsəlmanlar. Bunu sən öz dövrü və hər hansı dövrdə yaşayırsan, sən onu o dövrə aid etməlisən. Çünki Allah bizimlədir. Allah Quranda deyir ki, bu hadisələri insanlar arasında təkrarlayırıq ondan ötürü ki, sizin aranızdan şəhidləri seçin, şahidləri seçin. Deməli, bu hadisələr təkrar olunması üçün ola bilsin ki, Musa Aleyhisselamın dövründəki hadisə və yaxud İsa Aleyhisselamın dövründəki hadisə, Məhəmməd Aleyhisselamın dövründəki hadisə, hansınınsa hadisəsi ola bilsin ki, ona oxşar təkrar olunsun. Yəni ki, eyni ilə daha bu həyatdır. İnsan hətta öz danışdığını təkrar danışa bilməz. Allah Teala bu onu demək istəyir ki, ümumilikdə təkrar ola bilsin. Bax, bugünkü gündə biz İbrahim oğullarda bu Qur'anla yol tutub gedirik. Necə ki, bizdən öncəkilər də Qur'anla yol tutub gediblər. Bizim də başımıza hadisələr gəlir. Necə ki, bizdən əvvəlkilərin də başlarına gəlib. Çünki bu Qur'anda onlar sətirlənir. Allah tərəfindən qeydə alınmışdır. Dəfələrlə olub ki, Qurandan gördüyümüz hadisə, yəni bizdən öncə, neçə illər bundan öncə yaşayan insanların başına gələn hadisələr görmüşük ki, bizim də başımıza gəlir. Bəli, bu Quranda var ki, deyir, düzdür, ad çəkmir orada. Deyir, biz görürük sənin, deyir, üzvü səmaya çevirməyini, döndərəcək səni razı qalacağın qibləyə, yəni istiqamətə. Bu əgər bunu götürsək ki, bəli, Məhəmməd Əleyhisselama, yəni nazil olub bu, götürsək ki, o ilk dəfə ona deyilib, bəli, ona yaşanan ayələrdən elə ayələr var ki, biz də onları yaşamışıq. Şükürlər olsun Allah'a. Yəni bu Quran dəyişməzdir, insanın həyatı dəyişməzdir. Necə ki, Quranda Allah buyurur ki, elə bil ki, bu kafirlər, o kafirlər, bu kafirlərə vəsiyyət edib. Onların arasında rabitə var. Necə ki, o kafirlər eyni əməlləri edirlər, bəli, Allahın da inanan bəndələri, necə ki, bizdən öncə əvvəl inanan bəndələr hərəkət ediblər bu kitablarla, biz də həmən bu Quranla indi yol tutub gedib hərəkət edirik. Şükürlər olsun Allah'a sonsuz sayıda. Və dedi onlar üçün nəbiləri onların. Həqiqətən Allah əlbəttə qaldırdı tağutu sizin üçün məlik dedilər. Haradan olsun onun üçün mülk üzərimizə və biz haqlıyıq mülk ilə ondan və əta olunmayıb imkan maldan. Dedi, həqiqətən Allah seçdi onu üzərinizə sizin və artırdı ona genişlik elmdə və cisimdə. Allah əta edir mülkünü kimə istəyir, Allah bəsidir, alimdir. Bax, gördüyümüz kimi onlar istədilər
Fikir verin. Allah da öz nəbisinin vasitəsilə öz məlikini qaldırdı. O məlik bu ayəyə görə, yəni ki, bu ayəyə istinad edirəm, onun ətrafında olan imkanlılar dedi, necə ola bilər məlik olsun o? Necə ola bilər ki, biz mal dövlətdə ondan artıqıq? Yəni Allah Teala'ya sonsuz sayıda şükürlər olsun ki, Allah aşağı təbəqədən, yəni kasıb, varı olmayan, imkanı olmayan təbəqədən qaldırır öz bəndəsini. Onda da şərt var. Niyə görə? Görək, göstərsin insanlara, bildirsin insanlara. Kim tabi olacaq, kim isə üz döndərəcək. İmkanlardan qaldırsa, onda hamı gelib tabi olacaq ona. Ki, onun varına, dövlətinə görə. Aşağı təbəqədən ondan ötürü qaldırır ki, görək imkanlı, gedib o imkanı zəif olana tabi olacaqmı? Və dedi onlar üçün nəbiləri onların, həqiqətən ayətin mülkünün onun ki, gələcək sizə tabut, onda sakitlik Rəbbinizdən və baqiyyət nədən tərk etdi Ali Musa və Ali Harun? Həmlədirlər ona mələklər, həqiqətən bunda ayət sizin üçün, əgər oldunuz inananlar. Amma elə ki, ayrıldı tağut qoşunla dedi, həqiqətən Allahın tələbi sizə nəhrlə. Və kim içdi ondan deyil məndən. Və kim tamına baxmasa onun həqiqətən o məndəndir. Ancaq kim bir qətrə ovuz ilə və içdilər ondan, ancaq azı onlardan. Amma elə ki keçdi o və o kəslər ki inandılar onunla dedilər. Yoxdur taqət bizim üçün bugün Calutla və qoşununa onun. Dedi o kəslər ki zənn edirdilər, həqiqətən onlar görüşəcəklər Allah ilə. Nə qədər az dəstələrdən qalib olub çox dəstələr ilə, izni ilə Allahın və Allah səbir edənlərlədir. Amma elə ki, büruzədirlər qarşısında Calutun və qoşununun dedilər, Rəbbimiz, artır üzərimizə səbir və sabit et qədəmlərimizi və yardım et bizə üzərində inanmayan qovmun. Qovdular onları izni ilə Allahın və qətl etdi Davud Calutu və əta etdi ona Allah mülk və hikmət və öyrətdi ona nədən istəyir. Əgər dəf etməsəydi Allah insanları, bəzisini onların bəzisi ilə fəsad olardı ərz. Və lakin Allah fəzil sahibidir üzərində aləmlərin. Bax, gördüyümüz kimi Allah'a sonsuz sayda şükürlər olsun. Bugün də biz mavi ekran vasitəsilə görürük ki, bir ölkə digər ölkəni basıb öldürür, döyür, bombardman edir. Allah'a sonsuz sayda şükürlər olsun. Əgər dəf etməsəydi Allah insanları bəzisini onların bəzisi ilə fəsad olardı ərz. Və lakin Allah fəzil sahibidir üzərində alimlərin. Allah neynir? Deməli, yaxşılığı edir. Bu ayətləridir Allahın. Tilavat edirik onu üzərinə sənin haqq ilə. Həqiqətən sən mürsəllərdənsən. Yəni bunlar batıl fikirlər deyil, batıl xəbərlər deyil, bunlar haqq ayələrdir, haqq xəbərlərdir. Bunlar elçilərdir ki, fəzilətli etdik onların bəzilərini üzərində bəzisinin. Onlardan var kim ki, kəlmə kəsdi Allah və rəfləndirdi bəzilərinin dərəcəsini və əta etdik İsa Məryəm oğluna aydın bəyanat və qüvvətləndirdik onu müqəddəs ruhla. Əgər Allah istəsəydi, qətl etməzdilər o kəslər ki, onlardan sonra var idilər. Ondan sonra ki, onlara aydın bəyanat gəldi. Lakin ixtilaf etdilər və onlardan var kim ki, inandı və onlardan var kim ki, inanmadı. Əgər Allah istəsəydi, onlar qətl etməzdilər və lakin Allah fəaldır, nə ki iradəlidir.
Allah Teala istədiyi bəndəsini, elçisini fəzilətli edir, bəzilərinin üzərində deyir. Bizim ixtiyarımız yoxdur ancaq elçilərin arasında fərq qoymağa. Buna bizim ixtiyarımız yoxdur. Bu Allahın rəsullarıdır. Allah özü bilər, kimin arasında fərq qoya bilər. Bəziləri bugünkü gündə var ki, İsa aleyhissalam haqqında, yəni İsa bilər, xaspərəslər İsa aleyhissalamı obrlardan üstün bilirlər. Hətta gör nə qədər çaşıblar ki, Allahın oğlu əstəğfurullah qələmə verirlər ona, oğlu kimi. Musavilər, Yahudilər, yəni bu müsəlmanların dilində desək, Yahudilər Musa aleyhissalamı üstün tuturlar bütün elçilərdən. Müsəlmanlar isə Məhəmməd aleyhissalamı üstün tuturlar. Bu İbrahim oğulları isə Allah rəsulları arasında heç bir fərq qoymurlar. Yəni zahirdə mən bir gördüyümü deyirəm, şükür olsun Allaha. Batildə mən bilmirəm kim necirdir. Amma zahirdə həmd olsun Allaha, elçilər arasında fərq qoymurlar. Çünki nəyə görə? Bu rəsullar hamısı Allahdan xəbər söyləyir. Mən onun birinin digərinin arasında necə fərq qoya bilərəm? Bəyəm ki, ya, hətta Allah möcüzə ilə gələn rəsulla belə adicə, yəni ki, Allahın seçib qaldırdığı, yəni kitabsız gələn rəsulun arasında fərq qoymağa icazə vermir insanlara. Mən kiməm ki, mən onların arasında fərq qoyum? Estağfurullah. Olmaz. Bu küfürdür. Ay o kəsləri ki, inanırsınız, infaq edin, nədən ki, sizi ruziləndirmişik. Ondan qabaq ki, bir gün gələr ki, yoxdur, onda bey və yoxdur dostluq və yoxdur şəfaət. Və inanmayanlar, onlardır zalimlər. Allah odur ki, yoxdur ilahi, ancaq odur. Heydir, yəni diridir. Qəyyumdur, tutmaz onu yüngül və ağır yuxu. Əlbəttə ki, onu birdən yuxu tutsa, estağfurullah, birinci tutmaz. Bütün planetlər dəyər bir-birinə. Çünki başqa bir yerdə ayə var ki, onu ağır və yüngül yuxu tutmaz, o daima iş başındadır. Onun üçündür nə ki səmalarda və nə ki ərzdə var. Bu ayəyə görə nə düşüb ki, Allaha özü üçün oğlu götürsün ərzdən? Onsuz da hər şey onundur. Yox, xüsusləşdirici özü üçün oğlu götürsün. Estağfurullah. Görün insanlar nə qədər çaşqınlığı içərisindədir. Bütün onsuz da ərzdə, səmalarda nə varsa onsuz da hamısı Allaha məxsusdur. Hamısının maliki Allahdır, yiyəsi Allahdır. Çox dar çərçivəli insanlardır. O kəslər ki, bəli, İsa aleyhissalamı Allahın oğlu bildilər. Çox dar çərçivəliləri. Onlarda geniş düşünmə yoxdur ki, onsuz da Allah xəlq edir hər şeyi. Allah yaradır. Hər bir şey Allaha tərəf qayıdacaq. Allaha nə gəlib ki, ya özünə övlad getirsin? Kimdir o kəs ki, onun huzurunda şəfaət edər? Ancaq izni ilə onun. Bəli, bugünkü gündə heç kim şəfa edə bilməz. Bax, bugün oturmuşam buradan, Qurandan, bu şəfadır, rəhmətdir inananlar üçün. Allah özü buyurur. Mən kiməm ki, şəfaət edə bilim Allahın huzurunda? Ancaq onun izni ilə. O bilir nə ki arasında önlərinin və arxalarının və yoxdur əhatələri bir şeylə onun elmindən, ancaq onun istəyi ilə. Əhatə edib onun kürsüsü səmaları və ərzi və onları hifz etmək onun üçün ağır deyil. O alidir, əzimdir. Bax, gördüyünüz kimi yoxdur deyə əhatələri bir şeylə onun elmindən, ancaq onun istəyi ilə. Mən ancaq danışıram nə ki Allah istəyir.
Ola bilsin, mənim danışıqlarımın içərisində səhv, qüsur, şeytani bir sözdə olsun. Çünki şeytan öz işində məsuldur. Allah Teala onu seçib, o işdən ötürü ki, insanı yoldan çıxartmaqdan ötürü. Bəli, təsiri var onun. Mən yenə də Allaha pənah aparıram, müraciət etmiş şeytandan. Əlbəttə ki, Allah kömək eləməsə, insan acizdir, biz acizik. O bizi qamarlayar o dəqiqə. Bir yoxdur ikrah dində. Əlbəttə aydın oldu rəşd yol azğınlıqdan. Və kim tağutla küfr edib və inanan Allah ilə fəqət möhkəm bir yerdən yapışıb ki, onun üçün qopmaq yoxdur. Allah səmidir, alimdir. Allah dostudur o kəslərin ki, inandılar. Xaric edər onları zülmətdən nura tərəf. Və o kəslər ki, inanmırlar, onların dostları tağutlardır. Xaric edərlər onların nurdan zülmətə tərəf. Həmin onlar od əsabıdırlar. Onlar orada həmişəlikdirlər. Buradan gördüyümüz kimi Allah Teala inananların dostu özünü sanır. Və deyir ki, xaric edər onları zülmətdən nura tərəf. Deməli, biz inanan olsaq, Allaha təslim olub və inanan olsaq, onda Allah Teala bizi zülmətdən nura çıxardacaq. Həmən bax bu Quranın vasitəsilə. Necə ki, şükürlər olsun Allaha sonsuz sayda və bizləri, biz İbrahim oğullarını zülmətdən nura çıxardıb və bizləri müxtəlif yerlərdən yığıb, getirib, qardaş edib, bir edib. Bəli, bugün bu İbrahim oğullarından Allah'a sonsuz sayda şükürlər olsun, bir-birinə qardaşlar yardım edirlər. İstər maddi, istər mənəvi, Allah'a sonsuz sayda şükürlər olsun. Bu Allah'ın lütfüdür, mərhəmətidir. Bəli, bu inanandan sonra insanda bu şeylər yaranır. Yəni Allah yolunda xərcləmək, infaq etmək. Allaha imandan gəlir bu şeylər. Allah'a sonsuz sayda şükürlər olsun. Və heç bir minnət qoymadan bu İbrahim oğulları bir-birinə yardım edirlər. Xaric edərlər onların nurdan zülmətə tərəf. Yəni dostları tağut olanlar. Həmin onlar od əsabıdırlar, onlar orada həmişəlikdirlər. Görmədinmi o kəsi ki, İbrahimlə onun Rəbbi barəsində höccət edirdi ki, əta etmişdi ona Allah mülk. Onda İbrahim dedi, mənim Rəbbim odur ki, həyat verir və öldürür. Dedi, mən də həyat verirəm və öldürürəm. Dedi İbrahim, həqiqətən Allah şəmsi şərqdən getirir və sən də onu qərbdən getir. Və mat qaldı o kəs ki, inanmırdı və Allah hidayət etməz zalim qovmu. Bax, mənim əziz qardaşlarım, burada Allah neyi öyrədir? Burada İbrahim Aleyhisselamın dili ilə bizlərə öyrətdiyi və bu da var ki, şeylərin içərisində, gəl yaxın otur yanında, eşidirsin. Bu şeylərin içərisində öyrətmək mümkündür, çoxdur. Burada bax, bunu görürsünüz, onda dedi İbrahim, mənim Rəbbim odur ki, həyat verir və öldürür. Deməli, buradan bunu alırıq biz ki, həyat vermək də, öldürmək də Allaha məxsusdur. Bizim ixtiyarımız yoxdur, kimisə qətlə yetirək, öldürək. Yoxdur bizim ona ixtiyarımız. Ya o kəs kimi ki, bir kənddən keçirdi və o dağılmışdı əsasından onun, dedi, necə həyat verəcək buna Allah ölümünün ardından? Öldürdü Allah onu 100 il, sonra qaldırdı onu, dedi, nə qədər qalıbsan? Dedi, qaldım bir gün, ya günün bəzisini. Dedi, bəli, qalıbsan 100 il.
Nəzər sal tamına və içəcəyinə, körlanmayıb. Və nəzər sal ulağına və etməyimiz üçün səni ayət insanlar üçün və nəzər sal sümüklərə. Deyir Ayətullah Xomeyni. Bax, Allahın, bu da o kişi ki, keçirdi o kəndin yanından. Bax, bu da Allahın ayətidir. Allah onu ayətə çevirdi. Və nəzər sal sümüklərə, necə onları yığacaq, sonra onu ətlə örtəcəyik. Və amma elə ki, bəyan oldu onun üçün dedi, bildim ki, Allah üzərində küllü şeyin qadirdir. İndi bu o demək deyil ki, kişi onu deyib o vaxtı Allah ona göstərib, indi biz də duraq, tezədən sual veririk Allaha ki, görəsən Allah Teala bu ölənləri necə dirildəcək? Bizim bir qonşumuz vardı, Nadir Əleyhisselam günə, yəni ki, qaldığı evin, yəni qonşu var idi, Xələ kəndindən idi, adını çəkmirəm. Bir kərə atama qayıtdı, dedi ki, ay Salman, deyirsən abi, ahirətin günündə Allah qaldıracaq hamısını ya. Bu qədər cəmaatı hara yerləşdirəcək Allah? Bax, insanlar elmsizlikdən, cahillikdən bu sualları verirlər. Allah Quran-ı Kərimdə deyir ki, ərzi başqa ərzlə əvəz edəcək ahirətin günündə. Əvəz olunacaq. Allahın əlində bu çətin bir şey deyil. Allah bir dəfə o işə ki iradə edir, deyir ol, o da olur. Daha insan kimi neyinsə özrünü atmır, neyinsə bünövrə qoymur. Yox deyə Allah'da belə şey. Allah deyir ol, çağırdı, o da olur. Və onda İbrahim dedi, Rəbbim, göstər mənə necə həyat verirsən ölülərə. Dedi, ya inanmırsan? Dedi, bəli, lakin qəlbimin əmin olması üçün. Dedi, götür quşlardan 4'ünü və topla özünə tərəf. Sonra et külli dağın üzərinə onlardan bir hissə. Sonra çağır onları, gəlsinlər. Sənə səylə və bil ki, Allah əzizdir, həkimdir. Bəzilərində sual yarana bilər, deyə bilər ki, İbrahim Aleyhisselam sual verdi Allaha. Bunu da Allah açtı bizim üçün, öz elçisinin vasitəsilə. Ki, İbrahim Aleyhisselam yaxşı sual elədi. İndi sən də sual, o sənə aiddir ki, səndə sual yaranırsa ya, sən də götür o quşlardan, parçalaginən, aparatginən hərəsini bir dəriyə, bir təpiyə. Sonra gəlginən deyən həmənki yerində çağırginən, görüm gələcək, gəlməyəcək. Allah sonsuz sayda şükürlər olsun. Allah Teala verib bizdən öncəkilərə. İndi isə bu Quranın vasitəsilə bizim qəlbimizin möhkəmlədir, imanımızı möhkəmlədir bunlarla, bu ayətlərlə. Sonra çağır onları gəlsinlər sənə səylə və bil ki, Allah əzizdir, həkimdir. Məsələ o kəslərin ki, infaq edirlər mallarını Allah yolunda. Məsələ kimidir danənin 7 sümbül bitirər, hər sümbüldə 100 danə. Allah istədiyi kəs üçün onu neçə qat artırar və Allah vəsidir, alimdir. Bu ayələrə doğru düzgün inanmağımız gerektir. Mənim əziz qardaşlarım, İbrahim oğullarına əlbəttə ki söhbət gedir. Bax, gördüyümüz kimi Allah Teala burada nəyə bənzədir görün və neçə dəfə artırmasını söz verir, vədə verir Allah. Bir də oxuyuram, deyir, məsələ o kəslərin ki, infaq edirlər mallarını Allah yolunda. Yəni, demək istəyir Allah ki,
birdən fikirləşərsən ki, ay Mürsəl, mənim yolumda bir addım atmısan, malından xərcləmisən, elə bilərsən ki, mən onu görmürəm, mən unuduram. Xeyr, deyim, məsələ kimidir, danənin 7 sümbül bitirər. Hər sümbüldə 100 danə. 700 dəfə artırmasını bildirir Allah Teala bununla. Şükürlər olsun Allaha sonsuz sayda. O kəslər ki, infaq edirlər mallarını Allah yolunda. Sonra nə ki infaq edirlər, ardınca minnət qoymayıb və əziyyət etmirlər. Həmin onlar üçün əzirləri var Rəblərinin yanında və yoxdur üzərində onların xof və onlar hüzünlü olmayacaqlar. Mərifətli söz və məğfirət xeyirlidir o sədaqətdən ki, onun ardınca əziyyət edilir. Allah qənidir, həlimdir. Yəni Allah beihtiyacdır. Yəni verilən sədaqənin dalınca minnət qoymaq olmaz. Yəni sən Allah ne üçündür ki, axırında və daxilində diqqətlə fikirdir. Allah qənidir, həlimdir. Həlimdir ki, minnət qoyulur, ona heç nə eləmir, ona möhlət verir də. Və qənidir Allah. Nə Allaha minnət qoya bilərik biz? Allah bizim boynumuza minnət qoyub ki, bizə nəsə verib ki, biz Allah yolunda, onun yolunda çalışaq. Mənim deyəm neyim var ki? Nə varsa, nə verirsə Allah verir. Sadəcə olaraq birinizi digərinizə sınaq vasitəsi etdim, görək səbr edəcəksinizmi? Allah sonsuz sayda şükürlər olsun. Ay o kəsləri ki inanırsınız, batıl etməyin sədaqətlərinizi minnət və əziyyətlə. O kəs kimi ki infaq edir malını riya ilə insanlara və inanmır Allah ilə və günü ilə axırın. Məsəli onun qaya məsəli kimidir ki, üzərində torpaq var. İspat edər ona yağış və tərk edər onu çılpaq halda. Qadir olmazlar bir şeyə kəsb etdiklərindən və Allah hidayət etməz inanmayan qovmu. Gör Allah nə qədər uca, nə qədər uludur ki, gör nə məsələlər çəkir bizlər üçün. Qayanın üstündə oturan torpaqdan söhbət gedir ki, onu yağış aparar bir anda, yuyar, qaya olar tərtəmiz, o torpaq isə çıxıb gedər. Allah bunlarla misal çəkir. Yəni Allah yolunda etdiyiniz sədaqəti minnət və əziyyətlə etməyin. Yoxsa ki bir anda apararam onu. Necə ki yağış yağdırıb torpağı qayanın üstündən apararam. Qaya olur tərtəmiz. Və məsələ o kəslərin ki, infaq edirlər mallarını axtararaq Allahın razılığını və sabit etmək üçün nəfslərini, məsələ kimidir cənnətin hündür təpədədir. Yəni bağın. İspat edər ona yağış və onun məhsulunu 2 qat artırar. Və əgər ispat etməzsə ona şiddətli yağış və ondan narın yağış. Və Allah nə ilə ki əməldəsiniz bəsirdir, yəni görəndir. Yəni Allah Teala nə ilə istəyir dolandırır, qidalandırır. Görürsən gür yağış da olmasa şeyhlə, şəbnəmlə oranı, narın yağışla oranı suvarır. İstərmi sizlərdən birisi ki, onun üçün xurma və üzüm cənnəti olsun ki, cari olur altından onun nəhirlər. Onun üçün orada səmərənin küllüsündən var və ispat edə ona qocalıq. Və onun üçün zəif zürriyyətlər var. Və onda ispat edə ona yer, onda od var və onu tamam yandıra. Belə bəyan edir Allah sizin üçün ayətləri, ola ki fikirləşəsiniz. Ay o kəsləri ki inanırsınız. İnfaq edin, pak olanlardan nə ki kəsb edirsiniz. Və nədən ki, xaric etmişik sizin üçün ərzdən. Çalışmayın xəbis şeylərdən infaq etməyə. Özünüz onları götürməzdiniz. Ancaq ki ona göz yumaraq. Bilin ki Allah qənidir, həmiddir.
fikir verin. Yenə də Allah bu ayənin axırında deyir ki, Allah qənidir, həmiddir. Yəni özünə rəva bilmədiyi başqasına vermə yine. Birinci, o şeyi ki verəcəksən, sən özünü qoy o adamın yerində, sonra o əməli addımı at yine. Gör sənə xoş gələr gəlməz. Şeytan vəd verir sizə fəqirlik və əmr edir sizə fahişəlik ilə. Allah vəd verir sizə öz tərəfindən məğfirət və fəzil. Allah vəsidir, alimdir. Bax, gördüyümüz kimi şeytan bir vəd verir sizə fəqirlik. Allah o qədər ruzu neymət verib bizlərə. Bir də görürsən ki, şeytan qorxu getirir insanın içərisinə. Ki birdən çox versin, fəqir olarsan ha. Əlindən gedər ha, kasıblayarsan. Estağfurullah. Bu şeytanın fikridir. Bu şeytanın vəsvəsəsidir. Niyə görə biz Allaha inanmayaq, şeytana daha çox inanaq? Bir Allah vəd verir sizə öz tərəfindən məğfirət və fəzil. Yaxşı, ayədə şeytan da vəd verir, Allah da vəd verir. Bəs necə olur bu? Allaha biz az inanırıq, şeytana isə çox inanırıq. Bax, bu bizim imanımızın zəifliyindən irəli gələn bir şeydir. Əta edər hikmət kimə istəsə, kimə əta edibsə hikmət, fəqət əta olunub ona çoxlu xeyir. Xeyir. Və zikr edər ancaq ulul əlbab. Və nə ki infaq etdiniz nəfəqədən və ya nəzir etdiniz nəzirdən, həqiqətən Allah bilir onu və deyil zalimlər üçün ənsardan. Əgər aşkar edərsiniz sədaqəti, nimətdir o. Və əgər onu gizli əta edərsiniz fəqirlərə, sizin üçün xeyirdir o və kəffarə edər sizdən pisliklərinizdən və Allah nə ilə ki əməldəsiniz xəbirdir. Görün Allah Teala nə qədər gözəl izahat verir. Yəni, sən sədaqəti aşkarda da edə bilərsən. Amma gizlində eləyəndə sənin bəzi günahlarının kəffarəsi olur. Yəni, üstünü örtür. Nə infaq edərsiniz xeyirdən, onun savabı sizə yetişəcək və sizə zülm olunmayacaq. Bugün şeytan bizə göstərir onu, bizə vəsvəsələr verir ki, biz Allah yolunu çoxlu xərcləməyək, çoxlu infaq etməyək. Allah deyir, qaytaracağım onu sizə. Nə edəcəksiniz, mən sizə onu artıqlaması ilə qaytaracağım. Həm bu dünyada, həm axirət dünyasında onun böyük savabı var. Fəqirlər üçün o kəslər ki, həsr edirlər Allah yolunda və bacarmazlar zərbə əzdə. Hesab edərlər onları cahillər ehtiyatsız iffətdən. Tərifləri onların simaları ilədir. Sual etməzlər insanlardan laf ilə. Yəni söz ilə. Və nə ki infaq edəsiniz xeyirdən, həqiqətən Allah onun ilə alimdir. O kəslər ki, infaq edirlər mallarını gecə və gündüzlə, sirli və elanlı, onlar üçün əcirləri Rəblərinin yanındadır. Və yoxdur üzərində onların xof və onlar hüzünlü olmayacaqlar. O kəslər ki, riba yeyirlər, ayağa qalxmayacaqlar, ancaq nə qədər qalxdı, odur ki, vurulub o şeytan toxunmasından. Bu onlar ilə ona görədir ki, dedilər, həqiqətən bey mislidir ribanın. Və halal edib Allah beyi və haram edib ribanı. Və kim gəlib ona moizə Rəbbindən onun və sonu və onun üçündür nə ki keçmişdə olanlar və əmri onun tərəfinədir Allahın. Və kim həddi aşarsa, onlardır əshabı odun. Onlar orada həmşərikdirlər. Məhv edər Allah ribanı və artırar sədaqəti və Allah sevməz külli inanmayanı, günahkarı. Bu insanlar verirlər,
faizlə riba yəni ki verirlər. Elə bilirlər ki bununla nəsə yiyəcəklər, nəsə qazanacaqlar, nəsə irəli düşəcəklər onunla. Allah isə deyir, Allah sədaqəti artırır. Riba artmaz. Riba ola bilsin, kimsə faizlə bugün pul verər, onun milyonlarla pulu olar. Amma baxır, hansı baxımdan onun artmaz onun ribası. Söhbət, bu Qur'an ahirətə dəvət edir inananları. Cənnətə, məğfirətə dəvət edir inananları. Bax, bu riba yiyənlərin Allahdan ümidləri yoxdur, ahirətdən ümidləri yoxdur. Əgər onlar eləsələr o əməli, əlbəttə ki, eləyib, qayıtsalar Allah, qafil olduqları halda, qayıtsalar sonradan eşidib, Allah onların günahlarını bağışlayar. Çünki Allah özü vəd verir və bağışlayar onlara ki, nə ki əvvəldə olub. Həqiqətən o kəslər ki, inanırlar və əməlləri islahatdır və ayağa qalxırlar islahata və əta edirlər zəkatı, onlar üçün əcrləri yanındadır Rəblərinin və yoxdur xof üzərində onların və deyil onlar hüzünlülər. Ay o kəsləri ki, inanırsınız, təqva Allaha və buraxın nə ki baqidir ribadan. Əgər oldunuz inananlar, əgər fəaliyyət etməsəniz, çağrılarsınız hər bilə Allahdan və Rəsulundan onun və əgər qaydasınız, sizin üçündür malınız. Zülm etməyin və zülm olunmazsınız. Bax, gördüyünüz ki, bayaq dedim, nə ki mal qalıb əlində, eşitdin, qayıtdın, Allah deyir ki, o sənin halal edirəm onu sənə. Deyir, zülm etməyin və zülm olunmazsınız. Və əgər onlar vəziyyəti ağır nəzərə alın tərəfinə yüngül olanın və əgər sədəqə etsəniz, xeyirlidir sizin üçün, əgər oldunuz bilənlər. Və təqva, o gün ki müraciət edəcəksiniz onda tərəfinə Allahın, sonra vəfa onlar külli nəfsə nə ki kəsb edir və onlara zülm olunmayacaq. Aynı kəsləri ki inanırsınız, onda ki aranızda borc götürürsünüz, tərəfinə əcəlin adlanmışın və onda yazın onu. Əcəl yəni saat, vaxt, adlanmış bir vaxt, onu deyir yazın. Və gərək katib yazsın aranızda adilliklə, gərək imtina etməsin katib yazmağa. Nə qədər öyrədib onu Allah. Və gərək yazsın və gərək imla etsin o kəs ki üzərində haqq var. Və gərək təqva Allaha, Rəbbinə onun. Və deyil xəbislik ondan bir şeylə. Əgər olarsa o kəs ki üzərində haqq var, səfi, ya zəif, ya bacarmaya ki imla etməyə o. Və gərək imla etsin onun vəlisi adilliklə. Və şahid tutun 2 nəfər şahid kişilərinizdən. Və əgər olmazsa 2 kişi və onda kişi və 2 qadın. Kimdən ki razısınız? Şahidlərdən ki zəlil olarsa ikisindən biri və zikr etdirsin ikisindən o birisi. Yəni yadına salsın qadının, o biri qadın onun. Və gərək imtina etməsinlər şahidlər onda ki nə ki dəvət olunurlar. Və gərək tələsməyin ki yazanda onu kiçik və ya böyük olsa da tərəfinə əcəlinin onun. Bax, burada gördüyümüz kimi Allah Teala deyir ki 2 kişi və 2 kişi tapmasınız, 2 kişi tapmasınız, 1 kişi tapdınız və 2 qadın tapın. Yəni şahid götürün. Buradan da Allah öyrədir ki, bəli, 1 kişi 2 qadına bərabərdir. Yəni, nəyə görə bərabərdir? Üstündür. Nəyə görə? Elminə görə, səbrinə görə, imanına görə. Bax, bu şeylərdə kişi bir dərəcə üstün olmalıdır qadından. Və burada Allah buyurur, görürsünüz,
kişi, iki kişi ve ya iki kişi tapmasanız onda bir kişi ve iki kadın. Bu sizin için insaflıdır Allah yanında ve qüvvət şehadet için ve yakındır ki şüphe etmeyesiniz. Ancak ki olarsa ticaret hazır. İsteyirsiniz onu aranızda ve değil üzerinizde günah yazmayasınız onu. Ve tütün şahidleri ondaki beyleşirsiniz. Ve gerek zarar getirilmesin katibe ve şahide. Eğer edesiniz faaliyet, hakikaten o fisktir sizinle. Ve tekva Allah'a ve öyledir sizi Allah ve Allah küllisiyle şeyin alimdir. Ve eğer olduğunuz üzerinde seferin ve tapmadığınız katip ve onda götürülür girovlar. Eğer eminse sizlerden bəzisine ve gerek qaytarsın emin kes o emaneti ve gerek tekvalı Allah'a Rabbine onun. Ve gizletmeyin şehadeti. Ve kim gizlederse onu hakikaten odur ki onun kalbi günahlıdır. Ve Allah neyle ki emeldesiniz alimdir. Allah içindir ne ki semalarda ve ne ki erzde var. Eğer aşkar edersiniz nefsinizde olanı ya mehdu edesiniz onu, Allah onunla hesap edecek sizden. Bağışlar kimi ister ve azap eder kimi ister. Ve Allah üzerinde küllü şeyin kadirdir. 284. ayəni sona getirdim inşallah Allah'ın izniyle. İnşallah Allah ezelden aman vererse sabah 285. ayədən yeniden birlikte Allah'ı yad ederik, uca tutarıq, saya salırıq. Çünkü o bizi daima görür 58. sura 7. ayetine göre. O bizim daima yanımızdadır, bizi izleyir, bizi eşidir. Hem Allah içindir, Rabbidir alemlerin. İndi ise benim aziz İbrahim oğulları, kardeşlerim, ben kalkıram gece islahatını, yalvarışını yerine getirmekten ötürü ki Allah bize Kur'an-ı Kerim'den açık öğretti. İnşallah artık bende internette, yani ki bu kompüterde 21.50'ni gösterir. Kalkar islahata inşallah. Güvenirəm Allah ile şeytandan müracaat etmişdən. Rabbimiz olan ilahi varlıq, sənə yaxın olmaqdan ötürü, sənin rizalı qazanmaqdan ötürü, sənin bizə vacib buyurduğun, bizə yalvarış ibadətini yerine getirib vacib olduğu için Allah o böyükdür. Həmd Allah üçündür, Rabbidir aləmlərin, Rəhmandır, Rəhimdir, Malikidir, günün dinin, təkcə sənə ibadət edirik və təkcə səndən nəyik. Hidayet et bizi yolun düzüne, yolunu keser, imkanlarımız nimet verirsen, yolundan çıkanların, zavalette olanların yoluna yol. O Allah ehaddir, Allah ihtiyatsızdır, ebedidir. Değil evlad, değil evladı olmadan okşar, kaydır ehad, Allah büyüktür. Subhandır Rabbimiz, oldu Rabbimizin verdi faaliyeti. Eşidir Allah, kesi ki hem de terifler ondan bağışlanmaz ki. Allah büyüktür. Subhanlı Rabbimiz oldu Rabbimizin verdi faaliyeti. Eşidir Allah kesi ki hem de terifler ondan bağışlanmaz ki. Allah büyüktür. Hem de Allah içindir Rabbidir alemlerin. Rahman, Rahim, Malikidir günün dini. Tekçe sana ibadet edeyim ve tekçe senden verir. Hidayet et bizi yolun düzüne, yoluna kesber imkanlarımız nimet verirsen. Yolundan çıkanların, davalette olanların yoluna yol. O Allah heptir, Allah ihtiyatsızdır, ebedidir. Değil evlat, değil evladı olmadan okşar, kaydır ehad, Allah büyüktür. Subhandır Rabbimiz, oldu Rabbimizin verdi faaliyeti. Eşidir Allah o kesi ki hem de terifler ondan bağışlanmaz ki. Allah büyüktür. Subhandır Rabbimiz, oldu Rabbimizin verdi faaliyeti. Eşidir Allah kesi ki hem de terifler ondan bağışlanmaz ki. Allah büyüktür. Hem de Allah içindir Rabbidir alemlerin. Şehadet verir Allah'tan başka gayrıdır Allah yoktur. Allah vahiddir, şeriki yok. Şehadet verir Allah'ın tüm gönderdiği Resulları ve Nebiler var. Rabbim salamın olsun Resullar ve Nebiler ve Rabbim salamın olsun ömerlerini ıslah edir. Birbirini hak ile sevle tövsiye eden benlerimizdendir.
Salamı olsun size Allah'ın, salamı olsun size Allah'ın. Bağışla Allah, bağışla Allah, bağışla Allah. Hem şükür, tarif sana, sayı uzak tutulmayı yad edelim. Allah'ım senin içindir, sensin Rabbi alemlerin. Allah razı olsun, Allah kabul etsin. Allah'ın salam ve salavatı olsun üzerinde İbrahim oğullarının, Adem oğullarının. Şimdi ise inşallah Kur'an'dan tertip ettiğimiz duaları, İbrahim oğullarının tertip ettiği duaları istəyərdim ki, nəzərinizə çatdırın inşallah. Rabbimiz cezalandırma bizi eğer unutarıksa yaxud xəta edəriksə, Rabbimiz yükləmə üzərimizə ağırlığı nə qədər yüklədin üzərimə kəslərin ki bizdən qabaq var idilər. Rabbimiz yükləmə bizə nə ki taqətimiz yoxdur ona. Əff et bizdən və bağışla bizim üçün və rəhmət bizə. Sən bizim Mövlamızsan və yardım et bizə üzərində inanmayan qolunu. Rabbimiz qəlblərimizin əyilməyinə imkan vermə, ondan sonra ki hidayət edibsən bizi və bəxş et bizim üçün öz yanından rəhmət. Həqiqətən sən hədiyə verənsən. Rabbimiz həqiqətən biz inandıq və bağışla bizim üçün günahlarımızı və bizi o əzabından qoru. Allahım mənim malikisən mülklərin, verirsən mülk kimə istəsən və alırsan mülkü kimdən istəsən və izzətlidir kim istəsə və zillətlidir kim istəsə. Sənin əlindədir xeyir. Həqiqətən sən üzərində küllü şeyin qadirsən. Cevlan edirsən gecəni gündüzdə və cevlan edirsən gündüzü gecədə və xaric edirsən dirini meyitdən və xaric edirsən meyiti diridən və ruzu verirsən kimə istəsən qeyri hesab. Rabbimiz bağışla bizim üçün günahlarımızı və işimizdə istirkarlarımızı və sabit et qədəmlərimizi və inanmayan qovma qarşı bizə yardım et. Rabbimiz sənin rəhmətin və elmin küllü şeyi əhatə edib və bağışla o kəsləri ki qayıdıblar və tabi edirlər sənin yoluna. Və qoru onları cəhənnəm əzabından. Rəbbimiz və daxil et onları ədin cənnətlərinə hansı ki vədə vermişdin onlara və o kəsə ki salih idi atalarından və zövcələrindən və zürriyyətlərindən. Həqiqətən sən əzizsən, həkimsən və qoru onları pislikdən və kimi pislikdən qorusan o gündə ona rəhm etmiş olursan və budur əzəmətli uğur. Rəbbimiz bəxş et bizim üçün zövcələrimizdən və zürriyyətimizdən gözümüzün işığı olanı və et bizi müttəqilər imanlar. Rəbbimiz et bizi sənə təslim olan və zürriyyətimizdən sənə təslim olan ümmət və görək biz əskikliyimizi və tövbə et üzərimizə bizim həqiqətən sən təvvabsan, rəhimsən. Artır üzərimizə səbir və sabit et qədəmlərimizi və yardım et üzərində inanmayan qanun. Rəbbimiz həqiqətən sən bilirsən nə ki məxfi edək və nə ki elan edək. Və bir şey məxfi qalmaz Allaha səmada və əzdə. Rəbbimiz həqiqətən biz eşitdik dəvət edənin imana çağırışını. İman getirin Rəbbinizə və biz iman getirdik. Rəbbimiz bağışla günahlarımızı bizim üçün və təmizlə bizi pisliklərimizdə və vəfat bağışla bizə doğru olanlarla birlikdə. Rəbbimiz əta et bizə nə ki vəd etmişdin, bizə öz rəsullarının vasitəsilə və rüsvay etmə bizi qiyamət günündə. Həqiqətən sən vədinə xilaf çıxmazsan. Rəbbimiz et bizi və zürriyyətimizi islahat üçün ayağa qalxan. Rəbbimiz istəyimizi qəbul et. Rəbbimiz həqiqətən bizə nazil edəcəyin xeyrə məhtacdır. Rəbbimiz bəxş et bizə hikmət və bizi salihlərlə birləşdir. Və et bizi axırdakılar arasında doğru deyil. Və et bizi nəyim cənnətlərinin varislərindən və rüsvay etmə bizi qalxma günündə. O günü yoxdur mənfəəti, mal dövlətin və oğulların ancaq kim ki gələrsə Allaha tərəf sahib qədər. Rəbbimiz öyrət bizə şükr edək sənin neymətinə, hansı ki neymət verdin bizə və bizim valideynlərimizə və ondan ötürü ki əməllərimizi islah edək, hansı ki sən ondan razı olsan və daxil et bizi öz rəhmətinə salih bəndələrinin içərisində olan halda. Rəbbimiz sənə təvəkkül edirik və sənə tərəf döndük və sənə tərəfdir qayıdır. Həmd Allah üçündür, Rəbbidir aləmlərin. Allah razı olsun, Allah qəbul etsin, Allahın salam və salavatı olsun üzərində İbrahim oğullarının, Adəm oğullarının və bir də o kəslərin ki bizləri izləyirlər. O kəslər ki bizi söyürlər, təhqir edirlər, Allahın onlara da salamı olsun. Necə ki Allah bizə öyrədir Quranda ki, onda ki sizə cahillər söz atanda siz onlara salam söyləyin. Və biz də deyirik Allahın salam və salavatı olsun sizin üzərinizdə. Allah razı olsun, öz vaxtınızı dəyərli, qiymətli vaxtınızdan ayırdınız. Qulaq astınız Allah kəlamlarına, Allah əvəzin versin həm bu dünyada, həm axirət dünyasında. Yalnız və yalnız yenə də Allah öz rəsullarını qaldırıb ondan ötürü ki insanlara minnət qoyub üzərinə, ondan ötürü ki onları zülmətdən nura çıxartsın. Bax bu rəsulların vəzifəsi də odur ki Allahın
izni ilə, yardımı ilə yalnız təbliğ eləsin. Bizim vəzifəmiz aşkar təbliğdir. Ola bilsin sözümüzün tonunda, sesimin tonunda yəni ki, bəzi sözlərdən ola bilsin, nəsə kimsə incisin, ancaq əstağfurullah. Allaha xatirinə xahiş edirəm ki, inciməyəsiz. Çünki bizim bir dənə vəzifəmiz var. Bir məqsədimiz var ki, Allaha tərəf doğru düzgün insanları dəvət edək ki, biz onların özlərindən çox istəyirik. Bəli, bizə Qurandan asılıb ki, qabaqda cəhənnəm gəlir. Biz özümüzün də yanmağımızın, sizin də yanmağımızı istəmirik. Ona görə də sizi dəvət edirik və özümüzü də bir yerdə. Allah razı olsun, Allah'ın salam və salavatı olsun. Gələn görüşlərə qədər Allah qismət edərsə yenə də görüşərik. Allahı birlikdə uzaq tutaraq sayı salarıq. Həmd Allah üçündür, Rəbbidir aləmlərin. Allah böyükdür. Selamun aleyküm və rəhmətullah və bərəkət.